Salam, hər vaxtınız xeyir. Onlayn dərs zamanı və yaxud da video çəkilişi zamanı mən hal-hazırda gördüyünüz bu planşetdən 2020-ci ildən istifadə edirəm. Daxil olursam Samsung Note yerinə. Daxil olduğumuz zaman burada mən əvvəlcədən daxil etdiyim PDF-lər var. Məsələsi üçün bir riyaziyyat dərsliyini izah edəcəmsə, açıram dərsliyi, misal üçün. İndi mənə yazmaq üçün də əlavə bir dəftər kimi yer lazımdır. Bu zaman nə edirəm? Ekranı iki yerə bölürəm. Əlavə etdim bura. Əlavə etdiyim zaman ikinci bir, baxın burada not yeri açıram. Geri gedək, yeni bir səhifə açaq. Səhifə şablonunu məsələsi üçün riyaziyyat dərsliyi olduğu üçün riyaziyyata çevirək. Yerlərini dəyişək. Bu cür şəkildə. Deməli, baxın, məsələsi üçün yazırıq misal 1. Başlayırıq izah eləmək. İzah eləyərkən nədən istifadə edirik? Baxın, burada ekran kaydedicidən istifadə edərək dərsi izah etmiş oluram.